Gidin imamlardan kömək istəyir, İmam Əlidən kömək istəyir. Halbuki onların əsas məqsədi Allah yolunda savaşmaqda, döyüş eləməkdə, dəvət eləməkdə, yəni insanlar bir tək Allaha ibadət etsin deyə deyirlər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm göndəriləndə ümumiyyətlə Ərəbistanda Məkkə müşrikləri müxtəlif ilahlara ibadət edirdi də. Elələri var idi, peyğəmbərlərə ibadət edirdi. İsa peyğəmbərə ibadət edənlər olub. Böyle Allah Teala Kur'an'da deyir: "Ya İsa ibn Meryem ente qulta lin-nas ittehuzuni ve ummi ilahini min dunillah." Ey Meryem oğlu İsa, sen mi insanlara dedin ki məni ve mənim anamı Allah'tan qeyri özünüzə iki ilah seçin? Elələri var idi ki, insanların salih insanlara ibadət edirlər. Məsələn, Məkkədə Kəbənin ətrafında 360 dənə büt var idi. Bunların ibadət etdikləri bütlərin birinin adı Uzza idi, biri Lat idi. Lat, Uzza, Manat bütlərin adları idi da ibadət edirlər. Allah Teala deyir ki: "Əfəraitumul Lata vel Uzza və Manat təl-tətəl ukra." Gördünüzmü Latı, Uzzanı, üçüncü olan Manatı? Əslində, məsələn, rəvayətlərdə gəlib ki, səhih rəvayətlərdə Peyğəmbər sallallahu aleyhi ve sellem'in əmisi oğlu İbn Abbas deyir ki, Lat barədə deyir ki, kənə gəlibdir saviqəl həcc. O salih bir insan olub. Elə bir ki, Allaha yaxınlaşan bir insan olub. Allahın salih bəndələrindən olub. Hacılara kaşa bişirilmiş. Onlara yaxşılıq edib. Öləndən sonra qəbrin üstündə ilah götürürlər. Öləndən sonra qəbrin üstündə etikaf elədilər. Elələri də var idi ki, ağaclara ibadət eləyirdi. Elələri də var ki, mələklərə ibadət eləyirdi. Amma onlarda heç kim demirdi ki, Allah yox. Bunlar Allaha inanırdılar. Allahın varlığını bilirdilər. Yeri göyün, o Allahın yaratdığını bilirdilər. Ona görə də yəni Allah Teala deyir ki, Quranda: "Və la in sa'altuhum men xalaqahum la yaqulunna Allah." Əgər onlardan soruşsan ki, onları kim yaradıb? Onlar mütləq deyəcəklər ki, Allah. Başqa ayədə deyir ki: "Qul men yerzuqukum mine's-semai vel-ardı emmen yemlikus-sema vel-absar ve men yukhrijul hayye minel-meyyit ve yukhrijul meyyite minel-hayy ve men yudabbirul-emr feseyaqulunna Allah." Deyir ki, onlara deyir ki, yerdən və göydən sir rüzləndirən, diridən ölü, ölüdən diri çıxardan, bütün işlər idarəçiliyi özünün əlində olan kimdir? Onlar deyəcəklər ki, Allah. Sonra ki, bəli, heç düşünmürsünüz, əfələ təqin, onu düşünmürsünüz, fikirləşmirsiniz. Yəni, o Məkkə müşrikləri ki var idi, Peyğəmbər sallallahu aleyhi və səlləmlə mübarizə apardılar, sahabələrlə mübarizə apardılar, Bədir döyüşü oldu, Uhud döyüşü oldu, Xəndək savaşı oldu, istədilər ki, müsəlmanları bir dəfəlik məhv eləsinlər. Bütün onlar heç biri Allahın varlığını inkar eləmirlər. Hamısı Allaha inanırdı və Allaha ibadət də edirdilər. Allaha ibadət də edirdilər. Onlar Kəbəni tərəzzüm edirdilər, Kəbəni ucaldırdılar. Kəbəyə kim tikmişdi təzədə? Onlar təzədən tikmişdilər də Kəbə. Peyğəmbər sallallahu aleyhi və səlləmə hələ peyğəmbərlik verilməmişdən qabaq yığışdılar, bir yerdə Kəbəni tikdilər. Hətta qara daş qaldı ki, daşlarını Kəbəni düzəltdilər. Qara daş qaldı, dedilər ki, kim qara daşı qoysun? Aralarında mübahisə düşdü. Dedilər, bu qapıdan kim birinci girsə, qara daşı o qoyacaq. Birinci Peyğəmbər sallallahu aleyhi və səlləm girdi qapıdan. O da onlara yaxşı bir şey verdi. Elə bir ki, dedi ki, qaradaşı qoyun bir parçanın üstünə, hər qəbiləmdən bir nəfər qaldırsın, belə olanda hamı qaradaşı qoymuş olar. O qaldıranda Peyğəmbər sallallahu aleyhi və səlləm itələyib saldı yerinə. Yəni, onlar Kəbəyə niyə tikirdilər? Allaha inanırdılar, niyə tikirdilər də? Həcc eləyirdilər, ümrə eləyirdilər, sonra etikaf eləyirdilər. Hamısı bunlar var idi. Lakin əsas bunların problemi nə idi? Peyğəmbər buna baxmayaraq, bütün bunlara baxmayaraq, niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla savaşdı, onlarla döyüşdü, onların qanın, manın, danın halal gördü? Çünki onlar Allahla yanaşı, Allaha ölülərlə vasitə axtarırdılar. Salih insanlarla vasitə eləyirdilər. Necə ki, məsələn, indikilər demir ki, İmam Əlidən mən istəyirəm, o da Allahdan istəyir. Deyir ki, mən qəbrin üstünə gedirəm, deyirəm ki, ya İmam, mənə ver. Deyir, mən qəsdim deyir, ondan istəmək deyir ki, Allahdan istəməkdir. Onlar da həmin o salih peyğəmbərlərdən istəyir, peyğəmbərlər olsun, istəyir salih insanlar olsun.
Allah Teala deyir ki: "Və la yenfa'uhum və yəqulun haula şefa'una indallah. Vəllezina ittexadu min dunihi awliya ma na'buduhum illa liyuqarribuna ilallah." Deyir ki, Allahdan başqa özlərinə ilah götürənlər deyirlər ki, "Mən na'buduhum." Biz bunlara yalnız və yalnız bizi Allah'a yaxınlaşdırsınlar deyə ibadət edirik. Başqa heç bir qəsdləri yox idi. Onlar demirdilər ki, bu evliyalar nəsə verir. Onlar demirdilər ki, bunlar nəsə öldürür, dirildir, ruzi verir. Onların ancaq məqsədi nə idi? İllə, yəni ki, burada ərəb dinin qaydalarından biri ona həsr qasr deyilir. O da həsr nədir? Yəni, elə bir ki, hökmü yalnız zikr olunana isbat eləmək, başqasından inkar eləmək. Yəni ki, bunların qəsdi, qayəsi bu bütlərə ibadət eləməkdən, bu qəbirlərə ibadət eləməkdən, salihlərə ibadət eləməkdən yalnız və yalnız nə idi? Bunlar Allah'a bizə yaxınlaşdırsın. Başqa heç bir yox. Heç bir şey yox. Onlar bilirdilər ki, onların dua etdikləri şey heç bir şeyə qadirdir. Amma indikilər, məsələn, indikilər onlardan daha betərdir. Nətər? Onlar deyirdilər ki, biz bunlara ibadət edirik ki, bunlar Allah'a bizi yaxınlaşdırır. İndikilər görsən birbaşa imamların özündən istəyirlər. Evliyaların özündən, ay filan kəs mənə evlad ver, ay filan kəs mənə ruzi ver, ay filan kəs mənə xəstəmə şəfa ver. Bunun şirki əvvəlkilərin şirkindən daha pisdir, daha təhlükəlidir. Əsas məqsəd də yəni bundan idi. Şəriəti Allah Teala buna görə göndərdi. Peyğəmbər buna görə onlarla savaşdı ki, Allah Teala dedi ki: "Və qatiluhum hatta la takuna fitnetun və yekuna ad-dinu kulluhu lillah." Fitnə, yəni şirk olmayana və din bütün, yəni əməllər yalnız tək Allaha məxsus olana qədər onlarla döyüş. Yoxdur elə şey. Gəldilər dedilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bir gün sən Allaha ibadət elə, bir gün biz səhər bütlərlə ibadət eləyə. Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Allah Teala ayə nazil edir. "Qul ya eyyuhel kafirun la a'budu ma ta'budun və la entum a'buduna ma a'bud." Deyir ki, ey kafirlər, mən sizin ibadət etdiyinizə ibadət etmirəm. Yoxdur, elə şey yoxdur. Ki buna da ibadət edeyim, Allaha da ibadət edeyim. Buna da biraz yox. Əgər sən buna Allaha ibadət edirsənsə, bundan da ibadət edirsənsə, Allah Teala sənin o ibadəti qəbul eləməz. Allah Teala şirklə olan heç bir ibadəti qəbul eləmir. Allah Teala deyir ki: "Və laqad uhiya ileyke və ilellezina min qablika la in əşrakta la yahbatanna amaluka və la takunanna minel xasirin." Artıq sənə və səndən əvvəlkilərə vəhy olunub ki, əgər şərik qoşsan, sənin bütün əməllərin batil olacaq və sən ziyan çəkənlərdən olmasan. "Va'budullaha mukhlishan lehu'd-din." Əməllərini tək Allaha ixlaslı olaraq ona ibadət elə. Onu mən belə də demək olmaz da, ona xatir. Ona xatir də düzgün deyil, çünki gəlməyib. Yəni ona xatir elə bilsən ki, gəlirsən mən başqasına deyirəm ki, ay Allah, sən qulun, məsəl üçün, filan qulun salih insan olduğuna görə mənə nəsə verin. Sən onunla heç bir adiyyəti yoxdur axı, yəni duada heç bir əlaqə yoxdur. Sən deyə bilərsən ki, ya Rəbbim, mən sənin Peyğəmbərini sevdim, ona iman gətirdim, onun gətirdiyinə iman gətirdim. Onun sahabələrini sevdim, məsələn, Peyğəmbərinin əhl-i beytini sevdim. Mənim onlara olan sevgimə görə mənə bağışla. Bu niyə görə? Çünki burada sənin öz əməlin var. Və Quranda da Allah Teala deyir ki, müminlər deyirlər ki, Rabbənə innənə səmeynə munədiyən yunədi lil iməni ən əminu bi rabbikum fə əməndə. Yəni ki, onlar dedilər ki, ey Rəbbimiz, biz imana çağıranın çağırışını eşitdik ki, Allaha iman gətirin və biz iman gətirdik. Bundan sonra nə deyirlər? Deyirlər ki, ey Rəbbimiz bizim günahlarımızı bağışla. Niyə görə? İman gətirdiyinizə görə. O beləncəyinə eləyə bilərsən dua. Onu bir sevdiyinə görə mənə bağışla. Hə.